Bakıda növbəti dəfə avtomobil şousu keçirilib. 16 pilotun iştirakı ilə keçirilən Drive Show Baku tədbirində möhtəşəm anlar qeydə alınıb. Avtomobil həvəskarlarını bir araya gətirən Drive Show Baku festivalı növbəti dəfə böyük maraqla qarşılanıb. 2022-ci ildən təşkil olunan layihənin əsas məqsədi sürücülərin yüksək sürət və adrenalin həvəsini ictimai yollarda deyil, xüsusi hazırlanmış trek məkanlarında təhlükəsiz yerlərdə nümayiş etdirməyə təşviq etmək, bununla da yol hərəkəti təhlükəsizliyinə töhfə verməkdir. Test and Training mərkəzində keçirilən festivalda yüzlərlə avtomobil həvəskarı və tamaşaçı iştirak edib. Gün ərzində pilotlar fərqli marka və modellərə məxsus avtomobillərlə öz bacarıqlarını nümayiş etdirib. Avtomobil Federasiyasına təşəkkür edirəm bu şəraiti bizə yaratdığı dəstəyi üçün. Biz də əlimizdən gəldiyi qədər avtomobil sevənləri bir yerə yığırıq. İnşallah çalışacağıq hər ildə bir dəfə belə bir tədbir keçirdək. Festival çərçivəsində zamana qarşı time atak yarışları xüsusi maraq doğurub. İştirakçılar trasda ən yaxşı nəticəni göstərmək üçün mübarizə aparıblar. Bugün çox maraqlı bir tədbir olacaq. Gördüyünüz kimi havanın həm isti olmağından asılı olmayaraq bütün tamaşaçılar kifayət qədərdir. Bugün tədbirdə 16 pilot iştirak edir, hər öz məharətini göstərir. Mən də çalışacağam ki, nəsə bir maraqlı bir şou göstərim. Bu Drive Show bir şou tədbiridir, həm də avtomobil mədəniyyətinin inkişafı üçün çox böyük, necə deyim, planlı tədbirdir. Hər il daha da çox maşınlarımız artır, daha da çox pilotlar artır, istər tamaşaçılar olsun, özünüz görürsünüz. Cəmaət burada ailə ilə iştirak edir. Bu bizim üçün çox sevindirici haldır ki, Azərbaycanda avtomobil mədəniyyəti artıq formalaşır, insanlara küçə sürüşü deyil, avtomobil idmanının nə olduğunu çatdıra bilirik. Bu da bizim üçün ən sevindirici haldır. Beləliklə Drive Show Baku növbəti dəfə avtomobil idmanını və təhlükəsiz sürücülük mədəniyyətini təbliğ edən, eyni zamanda adrenalin və əyləncəni bir araya gətirən möhtəşəm festival kimi yadda qalıb.